Ağcabədinin Polatlı kəndində Vətən müharibəsinin şəhidi, Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunan Əmrah Qaraşovun xatirə bulağının açılışı olub. Kanal 21-in əldə etdiyi məlumata görə tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Əmrah Qaraşovun və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhid valideynləri, müəllimlər, kənd sakinləri, o cümlədən rayon icra nümayəndələri və səfərbəylik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin nümayəndələri iştirak etmişdilər. Hər zaman şəhid ailələrinin yanında olan, bir ömür boyu minnətdarlıq etməklə yorulmayan İxtiyar Dönməz tədbiri giriş sözü ilə açaraq Əmrah Qaraşovun həyatı və döyüş yolu barədə danışıb. Ənənəmizə uyğun olaraq ilk olaraq Quran oxunacaq şəhidlərimizin ruhuna Hacı Rüya buyursun. على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اسم ربك الأعلى الذي خلق فسوى والذي له غثاء أحوى والآخرة خير وأبقى إنها سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين القرآن واشف مرضانا بآيات الدنيا راحة وفي القبر مؤنسا وفي الصراط جوازا ومن النار سترا وحجابا اللهم بلغ وأوصل ثواب ما قرأ فاطمة الزهراء سيدة نساء العالمين عليها السلام والحسن المجتبى. Allah rəhmət eləsin, Allah köməyiniz olsun və şəhidimizi böyüdüb boya başa çatdıran Qaraş atanı, Lətifə ananı dəvət edirəm, buyursunlar, xahiş edirəm, qulağın açılışını. Allah rəhmət eləsin. Şəhidimizin bir vəsiyyəti olubdur ki, əgər mən şəhid olaramsa, qardaşımın övladına mənim adımı qoyun. Xahiş edirəm, o uşağı da gətirin, bura çox xahiş edirəm. Ağlama. Göstərin. Qaraş əmi, Allah oğlumu İmam Hüseyin ağamızın yanında olmasını istədi. Hər bir atya, hər bir anıya o şərəfli atsan qismət olmur ki, övladı şəhid ola, İmam Hüseyin ağamızın cənnətində ola və sizin övladınız da məndə olan məlumata görə elə ibadət əhlidir, namaz əhlidir və bir çox şeylər ona agah olmuşdu öncədən. Onlardan elə biri də bax bu qardaşınıza olan vəsiyyəti idi ki, mənim adımı qoyarsınız. Əgər oğlum olarsa, mənim adımı qoyarsan və Allah
Qaraş əmiyə bax belə bir gözəl bala qismət elədi və şəhidin adını daşıyan igid bir qəhrəman nəvə qismət elədi. Və xahiş edirəm, bax bu qəhrəmanımızı, bu gözəl balanı bir alqışlayaq, bax bunu hamısı. Allah qorusun, istəyərdim ki, siz də sizin dəvətinizi qəbul edib bu tədbirə gələn qonaqlara bir ürək sürürsünüz, oğlunuz haqqında danışasınız. Ağzıbədi rayonunun Polatlı kəndi şəhidi Məmmədov Əmrah. Büyümün bulağının açılış günüdür. Allah bütün şəhidlərə rəhmət eləsin. Analarına səbir versin, atalarına səbir versin. Uşaqdan birincisidir, orada yüzlü döyüşlərdə iştirak edib. Ağır zərbələr yendir vermənlərə, düşmənlərimizə. Orada da şəhidə qurtarıb. Allah bir daha şəhidlərin hamısına rəhmət eləsin. Rəhmət eləsin, valideynlərinə səbir versin. Vətən sağ olsun, neyinmək olar? Mən şəhidimizə baxıram. Şəhidim bilirsən mənə nə deyir? Deyir ki, mən cənnətliyəm. Mənim canlı şahidim olan qazilərdən müğayət olun. Biz onsuz da cənnətliyik. O qazilərdən müğayət olun, deyir. Və sizlərə də mən bir daha səbir diləyirəm. Keçin əyləşin, anam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerdə cənnət olsun. Analara Allah səbir versin, adına deyil. Xahiş edirəm cavanlardan, bayraq tutan cavanları dəyişin tez-tez, çox xahiş edirəm. 14 yaşlı məsum şəhidim İskəndərov Fəridin atası Bilafət qardaş buyursun. Mən özüm tayinatda oluram, amma mən Poladdan adam olmuşam, mən Poladlıyam. Xoş gəlmişsin, bura da mənim kəndim, vətənimdir. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah analara, atalara səbir versin. Çox sağ olun, əziyyət gəlmişsiniz, çox sağ olunuz. Gözüyle baksaq, Allah zor versin. Bu analarımız erməni əlində qalsa, hamımız özümüzə, o ölümüzə arzulayarıq. Bu şəhidlə 44 gündə az bir ömürlərinə böyük bir tarih yaptılar. Siz verirsiniz tabi ya. Bir neçə tədbirlər olmuşuz, hamd olsun Allaha, o isti havada elə bir sərmiyə olubdur. Allah şəhidlərimizin ruhunu şad eləsin. Analarına, atalarına səbir versin. Belə bulaqların açılışında kimin zəhməti var, kimin əziyyəti var, Allah hamısını kömək olsun, canlarını sağ eləsin. Bizə həmişə xarici ölkədə yaşayan qardaşlarımız daima bizə dəstək olur, şəhid ailələrinə həmişə. Allah onların da canını sağ eləsin. Çox sağ ol, minnətlər. Və mən elan etmək istəyərdim, əziz şəhid ailələri, əziz hörmətli qazilər və qurban kəsmək istəyən həmvətənlərim. Qurbanlıq bayramında artıq biz şəhid ailələr üçün, qazilər üçün və yoxsul ailələr üçün artıq qurbanlarımızın bir necəsini aldıq. Həm cöngə, həm belə deyək də xırda buynuzlu heyvanlardan. Kimlər də qurban kəsmək istəsə elə şəhid ailələrinin iştirakı ilə, qazilərin iştirakı ilə gəlib şəhid ailələrinə qoşular. Ağcabədi rayonunda baxıb birlikdə qurbanlarımızı kəsərik. Həm ön cəbhədə olan əslində bizə dəstək olan Ağcabədi rayonunun icra hakimiyyətinin başçısının birinci insanlar var. Hər bir zaman şəhid ailələrinin yanında olursunuz. İlk sözü mən istəyərdim ki, ata-anadan, şəhid atalarından sonra əlbəttə ki, icra hakimiyyətimizi burada təmsil edən Şöhrət müəllimə söz verək, buyursun. Əvvəla şəhid atalarının, analarının qarşısında baş əyirəm. Allahdan onlara səbir diləyirəm.
rayon ictimaiyyəti, rayon rəhbərliyi adından onlara başsağlığı verirəm. Allahdan bir daha səbir diləyirəm. Mən onu demək istəyirəm ki, biz Qarabağın elə bir torpağındayıq ki, bu dəqiqə, yəni buradan yuxarı kəndlər bir 25 il, 30 ilə yaxın nəzər salsaydıq, Poladlı, Taynaq, Sarıcalı istiqamətindən yuxarıki kəndlər hamısı təhlükə altındaydı. Şəxsən 2016-cı il aprel döyüşlərində də düzdür ordumuz irəliləmişdi. Başqa 1-ci Qarabağ müharibəsindəki dönüş yox idi. Dönüş başqa idi. Orada olan ki 16-cı il aprel döyüşlərində şəhid olanların qanı hesabına, ondan da sonra mən onu deyərdim ki, əskərlərimizlə bərabər səngərdə yatan, səngərdə düşmənə zərbələr endirən generalımız Polad Həşimovlar, milli qəhrəmanlarımız adını saymaqla, yəni vaxtımız bitməz, tükənməz olan milli qəhrəmanlarımız var. Bu torpaq Ağcabədi torpağı, Etibar İsmailovları yetişdirən, Namiq Abdullayevləri, Sadıq Hüseynovları yetişdirən bir torpaqdır. Biz də bu torpağın evladlarıyıq. Bu dəqiqə bizim başımız ucadır ona görə ki, biz əmrahlara borçluyuq. Biz şəhidlərimizə, 43 nəfər şəhidimizə borçluyuq. Azərbaycan vətən müharibəsində Ağcabədi rayonundan verdiyimiz şəhidlərimizə borçluyuq, ömür boyu borçluyuq. Amma bir də nəzər salaq ki, biz, yəni, bayaq yoldaşlar qeyd elədi, Azərbaycanın dövləti, dövlətçiliyi təhlükə altında olan vaxtları da, həm də ordumuzun ali baş komandanı olan İlham Əliyevin cənablarının daxili və xarici siyasəti nəticəsində Azərbaycan Kənd cəmaatının və kənardan olan qonaqlarımızı, icra nümayəndəsini, icra hakimiyyətinin nümayəndəsini, komisarın nümayəndəsini tədbirdə iştirak elədiklərinə görə salamlayıram. Şəhid ataları və anaları qarşısında baş əyirəm. Bugün biz bura, bu tədbirdə yığışmağımızın səbəbi şəhidimiz Məmmədov Əmrah Qaraşoğlu'nun xatirə abidə bulağının açılışı münasibətidir. Bizim şəhidimiz Məmmədov Əmrah Qaraşoğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü və xalqımızın azadlığı uğrunda gedən vətən müharibəsində rəşadətlə vuruşmuş, qəhrəmanlıq göstərmiş və Respublikanın dediyim kimi bütövlüyü uğrunda, xalqımızın azadlığı uğrunda şəhid olmuşdur. Yəni, Əmrah kimi oğullarımızın hesabına biz bu günləri azad, müstəqil yaşayırıq. Bu müstəqillik 30 ildir erməni oğullarımızın qəhrəmanlığı sayəsində biz azadlığa çıxdıqca onların ataları, anaları qarşısında biz borçluyuq. Belə qəhrəmanlar nəticəsində hal-hazırki nəsil, sonraki nəsildə heç vaxt Azərbaycanın müstəqilliyi pozula bilməz. Çünki bu qəhrəmanlıq Azərbaycan xalqının uca zirvələrə qaldırdı və millət öz millət kimi öz yetişkənliyində durdu. Tam müstəqil devlət kimi öz müstəqilliyini əldə etdi. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi can sağlığı versin. Allah Məmmədov Əmrah Qaraş balamıza da, Allah Məmmədov Əmrah Qaraş oğluna, Əmrah balamıza Allah rəhmət eləsin. Cəmi bütün şəhidlərimizə Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, sizin hamınızı xoş gəldiniz deyirəm. Bu tədbirdə iştirak elədiyinizə görə, bütün bizim elə dərdimizə şərik olduğumuza görə hamınızı salamlayıram. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. İcra nümayəndəsinin müavini Elnur müəllim.
əvvəlcə onu deyim ki, hər bir şəhid anaların, ataların əllərindən öpürəm, qarşılarında baş əyirəm. Belə bir vətən oğulların, vətənpərvər övladları böyüdü. Bizim 30 illik həsrətdə olan Qarabağ torpaqlarımızı işğaldan azad etdilər. Bizim ana bacılarımızı sevindirdilər ki, bir daha belə bir kədərlanlar yaşamayacaqlar. Mən Əmrah haqqında çox söz danışa bilərəm. Əmrah şair qəlbli bir cavan idi. Özü də imanlı, dindar. Mən Əmrahın qardaşı Allahverdi ilə getmişdim Ağcabədi rayon icra hakimiyyətinə. Onun şeirlərin qəzetdə işıqlandırmaq üçün. Şəhidlər həqiqətən cənnətlikdir ona görə ki, onlar şəhid olmamışdan qarşı əvvəl bilirlər ki, şəhid olacaqlar. İl yarım ondan əvvəl Azərbaycan Respublikasının milli qəhrəmanlarından, igidlərindən biri olan Mübariz İbrahimovun haqqında şeir yazır və deyir ki, Allah mənə də qismət eləsin o şəhidliyi. Mübariz. Şeirini işıqlandırır onu. Həqiqətən bu danılma faktı ki, şəhidlərimiz cənnətlikdir. Siz də bir vətən oğlu kimi şəhidlərimizin ailələrinin yanındasınız. Gələn qonaqlarımız da hər bir yerdən gələn insanların hər birinə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstər Poladlı kəndinin şəhidi, istər Azərbaycan Respublikasının ən ucqar kəndində olan şəhid hər birimizin şəhidimizdir. Hər birimiz onlara borcluyuq. Nə etsək onların haqqını ödəyə bilmərik. Onlara bizim bir ömür boyu bir can borcumuz var. Onların qarşısında baş əməyə hər birimiz borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qara şəmmə, Ləfə bacıma səbir versin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Çox sağ olun, siz də əziyyət çəkmisiniz, gəlmişsiniz. Allah köməyim. Mənim şərəf borcumdur. Kasasçılığın üzü qara olsun. Kasasçılıq olub oğluma ad gün keçirməmişəm bu günə qədər. Sonra da 8 il oğlum kəşfiyyatçı olub, evdə tapılmayıb ona ad gün keçirmək. Ay şəhid anaları, ay şair, ay şəhid ataları, mənə bir çıxış yolu göstərin. Mən oğluma ad günü keçirim ya keçirməyim. Və mən araya dərhal zəng etdim və biz də sizin yanınızdayıq dedik və bütün Ağcabədi, hətta Masallıdan belə mənim səsimi eşidən, ananın səsini eşidən şəhid ailələri gəldi, Ağdamdan gəldilər. Biz bir neçə maşın getdik və neçə aydır ki, Tərtərdə istəyirdilər ki, bir şəhidlər parkının Allah Teala bütün şəhidlərə onsuz da onlar cənnətdədir. Biz dedik demədik. Onların yeri cənnətdir. Qazilərimizin də Allah ömür versin. Bizim hamımızın borcudur. Hamımızın bir nömrəli borcumuz qazilərimizə hürmət, şəhid ailələrinə hürmət bəsləmək bizim borcumuzdur. Allah Teala bu bütün Azərbaycan dövlətində nə qədər istəyir 1-ci Qarabağ müharibəsini, istəyir 2-ci Qarabağ müharibəsini, istəyir aprel döyüşlərində nə qədər şəhidlərimiz var. Hamısına, atalarına, analarına səbir diləyirəm. Bizim bu Azərbaycan dövləti, Azərbaycan milləti həmişə qəhrəman yetişdirən millətlər olmuşdur. Tarixinizi bəri baxsaq, burada sadalamaq istəmirəm. Amma qəhrəman tapa bilərsin. Ona görə ki, bunun torpağı yetişdi. Bu torpaqdadır. Bu torpağa ona görə də heç bir düşman indən sonra göz çıka bilməz. Bizim prezidentin bir gözəl bir sözü var. Sıftalar o sözü deyəndə müharibə vaxtı mən həqqi çox qorxdum. Çünki dünyada elə bir qüvvə yoxdur ki, mənim qarşımda duraq. Mənim ordumun qarşısında duraq. Fikirləşirdim ki, bu söz bilirsən, çox dərin sözdür. Bu sözü qavrayan adam üçün bu bütün dünya meydan oxumaq kimi bir şeydir. Deməli bizim prezident bilir niyə deyir o sözü. Deməli Azərbaycan millətinin, Azərbaycan oğlanlarının qabağında heç kim dura bilməz. Heç bir millət dura bilməz. Nə qədər ki bu millətin belə cavan oğlanları var, belə torpaq bu cavanları yetişdirib tarixi, indən belə bizim işimiz tarix yazmaqdır. Yavaş yavaş itirdiyimiz torpaqları hamısı, sadalamaq istəmirəm, bəlkə də siyasət eləyərəm, hamısı qayıdacaq Azərbaycan torpağına, birləşəcək bu torpaq. Analarının, ataların qabağında baş əyir, qazilərimizin qabağında baş əyir.
Allah ömür büyüsün qazilərimiz. İlk çıxışımda vurğuladım. Əlbəttə ki, Ağsaqqal da İhsanat hazırlanıqdır. Danışıqlarına yazdığım bir kiçik şiiri demək istəyərdim. Qanlarıyla yeni tarix yazdılar. Ağcabədi vətən şəhidlərimiz. Düşmənin planın tamam pozdular. Ağcabədi vətən şəhidlərimiz. Bütün şəhidlərim mənim fəxrimdir. Sənam, Toğru, Rövşən, qürur yerimdir. Polatlıdan əmrah vuran qəlbimdir. Ağcabədi vətən şəhidlərimiz. Gülalı, Mirağa mənim göz yaşım. Cəmaləddin, Xəzər, doğma qardaşım. Anarsız həyatla necə barışım. Ağcabədi vətən şəhidlərimiz. İskəndərov Fərid məsum şəhidim. Hafiz Murad. Əli düşməni qorxuya saldı. Sarıcalı Ceyhun tarixdə qaldı. Məkan Bozqurt Qartal ləqəbini aldı. Ağcabədi vətən şəhidlərimiz. İntiqam vətən üçün canından keçdi. Qisas almağına xəyal and içdi. Hüseynov Ceyhun da cihadı seçdi. Ağcabədi vətən şəhidlərimiz. Fərid Fərəc anasının ad günündən qabaq zəng edir, deyir ki, ana ad günündən mütləq gəlib bir saatlıq da olsa səni təbrik edəcəm. Həm qardaşının, həm də anasının ad günüydü. Və ad günündə şəhidin cənazəsi gəlir həmin gündə. Naim də anasını təbrik eylədi, ad günün mübarək ana söylədi. Mirəli məhəbbət cihad eylədi, Ağcabədi vətən şəhidlərimiz. Məmmədov sahilim ürəyimdəsən, Məhəmməd Elsəvər Quliyev Həsən, Tanrım vəd etdi cənnətindəsən. Ağcabədi vətən şəhidlərimiz. Fəryad, Nurlan, Visal mənim canımdır. Abuşov Əmrahım axan qanımdır. Mikaillis şah damarımdır. Ağcabədi vətən şəhidlərimiz. Hüseynov sahilim, Rəhimli Ömər, Atayev Tariyel, Behişdə Gəzər, Qəhrəman şəhidim, Əliyev Azər, Ağcabədi vətən şəhidlərimiz. İxtiyar sizlərdən kitab yazacaq, sizin şəhərinizə nəğmə qoşacaq. Sizin şəhərinizə nəğmə qoşacaq, cənnətdə sizlərlə məhşur olacaq inşallah. Ağcabədi vətən şəhidlərimiz. Hər bir tədbirlərdə deyil, biz əgər mikrofon bizə elm, təhsil verən müəllimlərimizə borcluyuq. Şəfiqə müəllimə xahiş edirəm, buyursun. Şəfiqə müəllimə də bir ürək sözünü desin, sonra şagirdləri də. Əziz və hörmətli məclis iştirakçıları, tədbir iştirakçıları. Bugünkü tədbirdə Ağcabədi rayonunun icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, hərbi komissarlığının səlahiyyətli nümayəndələri bugünkü Ağcabədi rayonunun Polatlı kəndində şəhid Əmrah, Mamedov Əmrah Qaraşoğlu'nun xatirə abidəsinin açılışında iştirak edirlər. Kəndimizin adından, Məmmədovlar ailəsi adından, həmən səlahiyyətli dövlət işçilərinə öz adından da xoş gəlmişsiniz deyirik. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidə rəhmət düşmür. Çünki onlar Allah'ı sevdikləridir. Onlar elə bir amal, elə bir məqsəd yolunda şəhid olublar ki, onun heç bir insanlar tərəfindən onların duaya ehtiyacı yoxdur. Yəni onlar İmam Hüseyin qədər şəhidliyə, şəhadətə yüksəlmiş şəhidlərdir. Bütün Azərbaycan xalqı, bütün millətlər, bütün dünya 2020-ci il sentyabr ayının 26-sından 27-sinə keçən gecə erməni mənsurları, onlara nə xalq, nə dövlət, heç bir şey demək onlara yaraşmır. Çünki onlar bütün ömrü boyu tüfeğli orada burada hambanlıqla məşğul olub, satqınçılıqla gəlib özlərinə Azərbaycanın ən gözəl yeri, ən böyük xanlığı olan İrəvan xanlığında, sonra isə Azərbaycanın gözəl güşəsi
Yəni ona şairlərimiz həmişə dilbər guşə deyiblər. Yəni gözəl guşəsində məskunlaşdılar. Sonra onlar böyük dövlətlərin köməkliyi ilə, onların dəstəyi ilə, onların hilələri ilə yavaş-yavaş bizim bu gözəl torpaqlarımızı İrəvan xanlığına qatıb yenidən yeni bir böyük Ermənistan dövləti yaratmaq fikrinə düşdülər. Bizim hər birimizə, yəni bilənlər də, bilməyənlər də qoy bilsinlər, Azərbaycanın əbədi torpaqları Dəmir qapı Dərbətdən başlayıb Təbrizdə qutarır. Bir vaxtlar Atabəylər dövründə, Şah İsmail Xətainin dövründə Azərbaycanın tək paytaxtı Təbriz şəhəri olur. İllərlə yenə də o mənfur qonşularımızın köməyi ilə Azərbaycanı o vaxtı iki hissəyə böldülər. Şimali və Cənubi Azərbaycan elədilər. Bir milləti, iki ürəyi bir yeri ayrı-ayrı böldülər. Bugünsə onlar yenə də bizim bu torpaqlarımızı, yəni Dağlıq Qarabağı, Aran Qarabağını alıb böyük Ermənistan dövləti yaratmaq xülyası ilə yaşadılar. Ancaq o arzularına çatmadılar. Çünki hamımızın bildiyi Azərbaycanın ulu öndəri, dünyanın ən məşhur siyasətçisi, dünyanın ən böyük insanı, dünyanın ən böyük sərkərdəsi deyərdindən Heydər Əliyev cənablarının ulu yadigarı, ulu öndəri, xalqın birliyi ilə Azərbaycanın şanlı ordusu, hərbi silahlı qüvvələri ilə, Daxili İşlər Nazirliyi ilə, xüsusi təyinatımız birlikdə afərin deyək. Bugün əgər bu torpaqda oturmuşuqsa, rahat nəfəs ala biliriksə, bunu mən yox, bütün buradakı adamlar da bilir. 30 ildir ki, bu millət xof içində yaşayırdı. Uşaqlarımız da xof içində böyüyürdü. O ki, qaldı bütün bizim şəhidimiz, əziz balamız, gözəl evladımız, kəndin gözü qarşısında, hamımızın gözü qarşısında böyüyüb, öz əməyi ilə, öz fərasəti ilə, öz tərbiyəsi ilə, öz mərfəti ilə hamıdan fərqlənən Mamedov Əmrah Qaraşoğlu. Məktəbdə oxuduğu illərdə də o ən nümunəvi, ən tərbiyəli şagird olub. Müəllimlərin həmişə etimadını qazanıb. Bəli, Elnur müəllim söylədi, Əmrahda şairlik təbii, şairlik istedadı var idi. Bu da Allahın bir lütfü, bir mərhəməti idi ona. O öz sözü az yaşadı, az ömrü ilə o böyük bir tarix yazdı. Azərbaycanın zəfər tarixini yazanlar sırasında... Bugünkü tədbirin məqsədi Vətən müharibəsində şəhid olmuş, Ağcabədi üzrə ilk şəhid olmuş Mamedov Əmrah Qaraşoğlu'nun adına uzadılmış Bulaq kompleksinin açılışında iştirak etdik. Fəxr eləməliyik ki, Ağcabədidə bu cürə oğullar var. Ümumilikdə bütün şəhidlərə Allah rəhmət eləsin, atalarına, analarına səbir versinlər. Mən bütün çıxışlarımda demişəm ki, şəhidlər o zaman, şəhidlər heç vaxt ölmür. Şəhidlər o vaxt ölər ki, onlar unudurlar. Gəlin şəhidlərimizin unudulmasına yol verməyək, şəhidlərimizi unutmayaq ki, onları da ölməsinlər. Ağcabədi elə bir torpaqdır ki, istər 1-ci Qarabağ müharibəsi dövründə, istər atəşkəs dövründə, istərsə də Vətən müharibəsi, istər aprel döyüşlərində qəhrəmanlarla çıxış edib. 1-ci Qarabağ müharibəsində iştirak edilən şəhidlərdən 3 milli qəhrəman olub. Vətən müharibəsində iştirak edilənlərdən biri Vətən müharibəsi qəhrəman adı alınıb. Hansı ki, 2 dəfə hərbi xidmətdə fərqlənildiyinə görə vaxtından əvvəl rütbələr almış kapitan Mikail Samir Ağcabədidəndir. 2016-cı il aprel döyüşlərində şəhid olmuş və Respublikada tabutuna sığmayan şəhid deyilən, şəhid deməz Ağcabədidəndir. Hansı ki, Qarayev, Dilsuz, Məhəmməd Tağoğlu'dur, tabutuna sığmayan şəhiddir ki, o da Ağcabədidəndir. Bütün Ağcabədinin şəhidləri, eləcə də Respublikanın şəhidləri, Allahdan rəhmət, valideynlərinə səbir. Şəhidin yeri, yurdu olmur. Şəhidin bütöv Azərbaycanı var. Bütöv Azərbaycan onun yeri, yurdu elə obasıdır. Bir daha bugünkü tədbirdə tədbirin səbəbkarı olan Mamedov Əmrah Qaraşoğlu'nun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir verir. Çox sağ olun.
Mən Hacıyev Vasif Kamaloğlu. Birinci Vətən müharibəsinin iştirakçısıyam, qazisiyəm. Bu günlərim bir söz deyə bilərəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bizim başımız uzadı, bayraqlarımız göydə yüksəlir. Cənab Ali Başkomandan başda olmaqla bütün orduya can sağlığı versin. Şəhidlərimizə də Allah rəhmət eləsin. Çünki onların sayəsində bu günlərin biz asılıqda gəzirik. Bizi bu bütün dövlətlər arasında bayrağımız yüksəklərə qalxmağı bizim üçün gözəllik oldu. Yenə də şəhidlərimizə Allah rəhmət eləsin, prezidentimizə can sağlığı. Ordu ilə fəxr edirəm mən həmişə. Gələcək dayanaq su içdi, yerə atın. Orada bir şey yok, o dinle bir bomba attı koymadı, sana böyle